Təəssüf ki, bəzi xərçənglərdə bizim şanslarımız daha məhduddur. Gecikmiş mərhələ, xüsusən qanayan törəmələri olan mədə xərçənglərində ən böyük problemimiz həm də anemiya ilə mübarizə aparmaqdır. Xəstə müraciət edəndə dəfələrlə 4, 5, 7 hemoqlobini görürük. Təkrar əvəz edici terapiya məqsədi ilə qan köçürülməsi də bu problemi həll etməyə bizə yetmir. Ona görə də belə gecikmiş mərhələdə bu qədər çətin və çarəsiz halları yaşamamaq üçün risk qrupunda olan şəxslər 45 yaşdan sonra ildə bir, 2 ildə bir qastroscopiya müayinəsi ilə mədə nəzarətini mütləq aparmalıdırlar. Çünki mədə xərçəngi erkən mərhələdə çox yaxşı nəticəsi ola biləcəkkən, gecikmiş mərhələdə bu cür çətin, hətta belə deyim, yardıma möhtac şəkildə yaşamağa məcbur olan xəstə qrupudur. Bu xəstəmizdə də təəssüf ki, bugün 7 hemoqlobinlə biz yenə də öz müalicəsini verə bilmirik. Əvəz edici terapiya ilə məşğul olacağıq və belə haldır ki, hal-hazırda radikal bir cərrahi müdaxilə də texniki olaraq mümkün deyil bu xəstəyə icra etmək üçün. Ona görə də belə gecikmiş halları yaşamamaq üçün vaxtında müayinələrdən keçin, çünki sağlamlıq ən dəyərlisidir.